Salam əziz 5-cilər. Bugün sizə Azərbaycan tarixindən 35-ci mövzunu izah etməyə çalışacağam. Mövzunun adı belədir. Elmlə siyasət yürüdən alimlər. Görəsən bu mövzuya nəyə görə məhz belə ad verilib? Rəsədxana nə üçün lazımdır? Göy cisimlərini müşahidə etmək üçün, ayı, ulduzları, planetləri müşahidə etmək üçün rəsədxanalarda elmi araşdırmalar aparılır. Hal-hazırda da Azərbaycanda Şamaxı Rəsədxanası fəaliyyət göstərir ki, əminəm ki, bir çoxlarınız oranı görüblər artıq. Nəsə məlumatınız varsa əlavə bu haqqda rəylərə yaza bilərsiniz. Bu mövzuda alimlərimiz elmlə necə siyasət yürüdüblər sualına cavab axtaracağıq. Hansı alimlərdən danışacağıq? Nəsrəddin Tusi və Fəzlullah Rəşidəddindən. Cəmiyyəti idarə edən və qoruyan dövlətdir. Dövlətin inkişafı, xalqın rifahı onu idarə edənlərdən asılıdır. Dövlətləri alimsiz təsəvvür etmək mümkün deyil. Hələ qədim dövrlərdən hər bir dövlət başçısı dövlətin idarə olunmasında alimlərin, savadlı adamların köməyindən istifadə edirdi. Nəsrəddin Tusi, Fəzlullah Rəşidəddin dövlətin idarə olunmasında yaxından iştirak etmiş Azərbaycan alimləridir. Nəsrəddin Tusi Elmin günəşi adlandırılan Nəsrəddin Tusi 1201-ci ildə Tuz şəhərində anadan olmuşdu. İlk təhsilini atasından və dayısından almışdı. Daha sonra Xorasanda elmin müxtəlif sahələrinə yiyələnmişdi. Hələ gənc yaşlarından o bir sıra hökmdarların diqqətini cəlb edirdi. Hülakü xan onu özünə şəxsi məsləhətçi götürmüşdü. Alim Hülakülər dövlətinin idarə olunmasında yaxından iştirak edib. Nəsrəddin Tusi müdrik məsləhətləri ilə tanınmış, insanlara, xüsusən ziyalılara böyük qayğı göstərmişdi. Marağa və Təbrizi tərk etmiş, 500-ə qədər ailə onun sayəsində vətənə qayıtmışdı. Niyə? Çünki o hökmdarlara ağıllı məsləhətlər vermişdi. O yaşadığı dövrdə riyaziyyatçı, astronom, tarixçi və hüquqşünas kimi tanınmışdı. Görün necə universal adam olub. Riyaziyyatçı, astronom, tarixçi, hüquqşünas. Elmin müxtəlif sahələrinə aid 100-dən artıq əsər yazmışdı. Baxın, elmin bir sahəsinə aid yox, müxtəlif sahələrinə aid 100-dən çox əsər yazmışdı. Nəsrəddin Tusi astronomiya və riyaziyyata daha çox diqqət yetirmişdi. Bəzi əsərlərində isə insan, ailə, cəmiyyət, əxlaq məsələlərinə aid də yazılar yazmışdı. Astronomiya. Bir də deyirəm, astronomiya elmi nədir? Səma cisimlərini, göy cisimlərini müşahidə edən elm sahəsidir. Amma bu elm sahəsinin araşdırmaları harada aparılır? Rəsədxanada. Tusi Marağa rəsədxanasının banisidir. O, Hülakü xandan icazə alır və 1259-cu ildə Marağa şəhərində rəsədxananın tikintisinə başlayır. Marağa rəsədxanası böyüklüyünə görə şərqin digər rəsədxanalarından fərqlənir. Sizə araşdırma verirəm. Hal-hazırda Marağa rəsədxanası harda yerləşir? Hal-hazırda bu rəsədxana fəaliyyət göstərirmi, yoxsa muzey kimi fəaliyyət göstərir? Bu haqda araşdırma eləyin. Marağa rəsədxanası ayrıdır, Şamaxı rəsədxanası ayrıdır. Onları qarışdırmaq olmaz. Görək o hökmdarı necə inandıra bilmişdi, belə bir rəsədxananın tikintisinə necə razılıq almışdı. Nəsrəddin Tusi Marağadakı rəsədxananın tikintisi üçün lazım olan pulu Hülakü xana deyəndə o soruşur. Ulduzlar haqqında elm belə faydalıdır ki, tikintiyə bu qədər pul xərcləyək? Alim dedi, izin verin bir nəfər dağdan boş bir qabı yerə atsın. Ancaq bunu elə etsin ki, heç kəs bilməsin. Belə də edirlər. Qayalara dəyə-dəyə aşağı düşən qab qorxulu səslər çıxardır. Ordu vahiməyə düşür. Nəsrəddin isə xanla birlikdə baş verənləri seyr edirdi. O xana deyir, hökmdar, biz qayalardan gələn səsin səbəbini bildiyimizdən sakit əyləşmişik. Qoşun isə bunu bilmədiyi üçün həyəcan içindədir. Əgər biz səmada baş verən hadisələrin mahiyyətini əvvəlcə bilsək, yer üzündə həmişə belə rahatlıq hökm sürər. Nəsrəddin Tusi xanı elə inandırır ki, o rəsədxananın tikintisi üçün 20.000 dinar pul ayırır. Yəni rəsədxana olandan sonra artıq zəlzələlərin, digər təbii fəlakətlərin məlumatını daha tez əldə edə bilirik. Buna görə də o hökmdarı inandıra bilmişdi.
Nəsrəddin Tusi rəsədxana üçün astronomik cihazlar hazırlayır. Burada yaradılacaq kitabxana üçün müxtəlif şəhərlərdən qiymətli kitablar gətirirdi. Rəsədxanada araşdırmalar aparmaq üçün dünyanın bir çox ölkələrindən alimləri bura dəvət etdi. Hətta onlara əmək haqqı verilməsinə də nail oldu. Rəsədxanada astronomik məsələlərin həlli üçün yer və göy qlobusları da hazırlandı. Burada aparılan tədqiqatlar Nəsrəddin Tusiyə dünya şöhrəti qazandırmış, hələ sağlığında, qabiliyyətinə və dərin zəkasına görə bəşər üstadı adlanmışdır. Təsadüfi deyil ki, Beynəlxalq Astronomiya İttifaqı ayın görünən tərəfindəki kraterinə onun adını vermişdi. Ayın krateri deyəndə görəsən nə nəzərdə tutulur? Bu haqda məlumatınız da varsa rəylərə yazarsınız. Görkəmli alimin xatirəsi Azərbaycanda da əziz tutulur. Şamaxı Astrofizika Rəsədxanası Nəsrəddin Tusinin adını daşıyır. Onun adına hətta küçə də salınmışdı. Baxın, hətta onun şərəfinə belə bir poçt markası da var Azərbaycanın. 1935-ci ildə Beynəlxalq Astronomiya İttifaqı, yenə də deyirəm, ayın görünən tərəfindəki kraterinə Nəsrəddin Tusinin adını vermişdi. Nəsrəddin Tusi filosof, astronom, tarixçi, riyaziyyatçı, hüquqşünas, eyni zamanda isə dövlət xadimi idi. Keçək digər alimimiz haqqında danışaq. Fəzlullah Rəşidəddin. Tarixçi, həkim, baxın, həkim, dövlət xadimi Fəzlullah Rəşidəddin 1247-ci ildə Həmədanda anadan olmuşdu. Demək, o həm tarixçi, həm dövlət xadimi, eyni zamanda isə həkim olmuşdu. Sonra ailəsi ilə birlikdə Marağaya köçmüşdü. Tibbi bilikləri sayəsində Hülakü sarayına dəvət olunmuş, hökmdarın yeməkləri üçün məsul şəxs hesab olunmuşdu. Görürsünüz, tibbi bilikləri var idi deyə. Onda belə çıxır ki, həm Nəsrəddin Tusi, həm də Fəzlullah Rəşidəddin hansı dövlətdə çalışmışdı? Hülakü dövlətində. Bacarığı sayəsində Rəşidəddin Hülakü dövlətinin 3 qüdrətli hökmdarının vəziri olmuşdu. Baxın, hakimiyyəti müddətində, daha doğrusu Rəşidəddin 3 Hülakü hökmdarının dövründə vəzir olmuşdu. Vəzir olduğu dövrdə ölkədə aparılan islahatlarda fəal iştirak etmiş. İslahat nədir? Vəziyyəti yaxşılaşdırmaq üçün hökmdarın gördüyü tədbirlər, işlər. O islahatlarda da o fəal iştirak edib. Kəndlilərin həyat səviyyəsinin yüksəldilməsinə, kənd təsərrüfatının yaxşılaşdırılmasına nail olub. Rəşidəddin dağıdılmış ərazilərin istifadəyə yararsız körpü və su kanallarının bərpası üçün böyük səy göstərmişdi. Hülakülər dövründə təhsilə çox böyük önəm verilmişdi. Elmin və təhsilin inkişafında dövlət rəhbərləri ilə yanaşı elm xadimlərinin də rolu böyük idi. Rəşidəddin Təbriz və digər Azərbaycan şəhərlərində mədrəsələr açdırmışdı. Gəlin mədrəsəni rəsədxanadan fərqləndirək. Mədrəsələr təhsil müəssisəsi idi. İnsanlar orada təhsil alırdılar. Rəsədxanada isə daha çox elmi araşdırmalar aparılırdı. Mədrəsələri indiki universitetlərlə müqayisə etmək olar. Rəbi Rəşidi Təbrizdəki komplekslərdən ən məşhuru və ən böyüyüdür. Təhsil müəssisəsi kimi fəaliyyət göstərən kompleksdə mədrəsə, tibb mərkəzi, kitabxana da var idi. Burada dəqiq elmlərə, tarix, poeziya, ilahiyyata dair 60.000 kitab var idi. Görün, nə qədər zəngin kitabxanası olub. Rəşidiyyə mədrəsəsinin 60.000 kitabı olub. Kitabxanalar xəttatlar tərəfindən üzünün köçürülməsi ilə çoxalırdı. Buna görə də kompleksdə xəttatlıqla məşğul olan şəxslər də çalışırdılar. Kompleksdə təbiətşünaslıq, tarix, təbabət, astronomiya, məntiq, ilahiyyat şöbələri fəaliyyət göstərirdi. Yəni bu mədrəsədə həm dini elmlər tədris olunub, həm də dünyəvi elmlər tədris olunub. Ümumilikdə kompleksdə 7000-dən artıq tələbə təhsil alırdı. Kompleksdəki şəfa evi ölkənin ən böyük xəstəxanası idi. Burada Yunanistan, Misir, Hindistan və başqa ölkələrdən gəlmiş həkimlər çalışırdı. Tibb fakültəsində tələbələrə təbabətin sirləri öyrədilirdi. Təhsil 5 il ərzində davam etdirilirdi.
Təhsil müddəti başa çatdıqdan sonra məzunlar 1 il ərzində şəfa evində xəstələri müalicə etməli, nəzəri bilikləri təcrübədə tətbiq etməli idilər. Azərbaycanın elmlə siyasət yürüdən alimləri adlarını qızıl hərflərlə tarixə yazmağı bacarmışdılar. Fəzlullah Rəşidəddinin xalq və dövlət üçün gördüyü işlərin əhəmiyyətindən danışın, eyni zamanda Nəsrəddin Tusinin və gəlin bu sualları birlikdə edək. Boşluqları dolduraq. Əslində burada mən artıq cavabları yerləşdirmişəm. Sizə müəllim belə bir tapşırıq verə bilər. Nəsrəddin Tusi elmdə göstərdiyi böyük xidmətlərə görə Bəşər ustadı adını alıb. Marağa Rəsədxanası 1259-cu ildən tikilməyə başlayıb. Fəzlullah Rəşidəddin Hülakü sarayına dəvət olunub. Təbrizdə Rəbi Rəşidi kompleksində yerli tələbələrlə yanaşı xarici tələbələr də təhsil alıb. Rəbi Rəşidiyyə kompleksində şəfa evi də fəaliyyət göstərib. Uyğunlaşdırmağa baxaq. 1201-ci ildə Tuz şəhərində anadan olub Nəsrəddin Tusi. 1247 Həmədanda anadan olub Fəzlullah Rəşidəddin. Marağa Rəsədxanasının banisidir Nəsrəddin Tusi. Təbrizdə və digər Azərbaycan şəhərlərində mədrəsə açıb Fəzlullah Rəşidəddin. Ayın görünən tərəfindəki kraterlərdən birinə onun adı verilib Nəsrəddin Tusi. Ölkədə aparılan islahatlarda fəal iştirak etmişdi Fəzlullah Rəşidəddin. Rəsədxana ilə mədrəsənin müqayisəsini apardıq. Fəzlullah Rəşidəddinin açdırdığı mədrəsə Təbriz şəhərində, Nəsrəddin Tusinin rəsədxanası isə Marağa şəhərində fəaliyyət göstərirdi. Sizcə alimlərin rolu nə oldu dövlətin idarə olunmasında? Baxın, Fəzlullah Rəşidəddin bərpa elədi, bir çox dağıdılmış yerləri, islahatlarda hökmdara kömək oldu, mədrəsə, şəfa evi açdırdı insanlar üçün. Nəsrəddin Tusi yüzlərlə insanın ölkəyə qayıtmağına səbəb oldu. Elmi araşdırmalar aparmaq üçün yer açdı, hökmdara müxtəlif məsləhətlər vermişdi və s. İndi yəqin ki, elmlə siyasət yürüdən alimlər ifadəsini tam başa düşürsünüz. Evə sizə belə bir tapşırıq verirəm. Nəsrəddin Tusinin qəbrinin üzərində hansı sözlər yazılıb? Araşdırıb mənə deyərsiniz. Ümid edirəm dərs sizin üçün maraqlı oldu. Çalışdım ki, tez-tez izah eləyim. Çox vaxt getməsin deyə. Və tez izah eləyərkən ola bilər ki, müəyyən qədər tələskənlikdən hansısa sözləri səhv ifadə eləmiş ola bilərəm. Növbəti dərslərdə görüşərik. Kanala abunə olmağı və rəy bildirməyi unutmayın.